Salam əziz və dəyərli dinləyicilər, mən bugün sizə Səməd Behrənginin Balaca Qara Balıq hekayəsinin həm oxusunu, oxusu ilə bərabər təhlilini təqdim etmiş olacağam. Başlayaq əsərin oxusuna. Balaca Qara Balıq. Çilli axşam idi. Qoca balıq dənizin dibində 12 min nəvə nəticəsini ətrafına yığıb nağıl deyirdi. Neçə min? 12 min. Biri var idi, biri yox idi. Bir balaca qara balıq var idi. Bu balaca qara balıq anası ilə bərabər kiçik bir arxda yaşayırdı. Harda yaşayırdı? Arxda yaşayırdı və nağlı deyən kimdir? Başqa bir balıq. Arxın suyu sal qayalardan çıxıb dərənin dərinliyinə axırdı. Ana və balası səhərdən axşama qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sürətlə balaca bir yerdə gəzişir və geri qayıdırdılar. Balaca qara balıq anasının yeganə övladı idi. Yəni tək uşağı idi da, belə deyək. Bir neçə gün idi ki, balaca qara balıq dalğın, fikirli görünür, çox az danışırdı. Demə, balaca balığın dərdi var imiş. Bir gün səhər tezdən günəş doğmamış balaca balıq anasını yuxudan oyadıb, "Anacan," dedi, "sənə bir neçə kəlmə sözüm var. Sən də vaxt tapdın, danışmağı sonraya saxla. Yaxşı olar ki, gəzməyə çıxaq," deyə ana balıq gözlərini ovuşdurdu və əsnədi. "Yox, anacan, mən daha belə gəzmək istəmirəm." Gərək balıq etiraz etdi. "Burdan gedəm," deyə balaca balıq etiraz elədi. Gərək deyir, "Burdan gedəm," deyə balaca balıq etiraz etdi. Anası heyrətlə ona baxıb soruşdu. "Doğrudan getmək istəyirsən?" "Bəli, anacan, hökmən getməliyəm." "Axı alaqaranlıqda hara getmək istəyirsən?" "İstəyirəm gedim görüm arx harda qurtarır. Belə qərara gəlmişəm ki, özüm gedim arxın qurtaracağını tapım. Bilmək istəyirəm ki, başqa yerlərdə nə var, nə yox." "Mən də uşaq olanda belə fikirlərə düşmüşəm balacan. Arxın nə əvvəli var, nə də axırı var. Yəni nə əvvəli, nə də sonu var. Bunu kim deyir? Bunu balaca qara balığın anası deyir. Elə gördüyü nə varsa odur. Arx həmişə axır və qurtarmır." "Yox, anacan, mən belə gəzintidən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Bilmək istəyirəm görüm həyat elə bir qarış yerdə o yan bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir? Yoxsa başqa dünyada mövcuddur?" Balaca, dəli olmusan? Dünya. O başqa dünya nə deməkdir? Dünya elə həmin dünyadır ki, biz yaşayırıq. Həyat da ki, elə gördüyün yaşayışdan ibarətdir." Bu zaman iri bir balıq onların evinə yaxınlaşdı. Başqa bir balıq. "Qonşu," dedi, "uşaqla nəyin üstündə belə höcətləşirsən? Deyəsən, bugün gəzmək fikriniz yoxdur." Deməli, başqa bir qonşu balıq var, gəlib bunları gəzməyə aparmağa da, yəni birlikdə gəzməyə getmək istəyir. Ana balıq qonşunun səsini eşidib cavab verdi. "Gör zamanı necə dəyişib. Uşaqlar öz analarına civciv öyrətməyə başlayıblar." "Necə məgər?" deyə qonşu iri balıq soruşdu. "Gör bu cırtdan haralara getmək istəyir. Hey deyir ki, istəyirəm gedim görüm dünyada nələr olur." Qonşu iri balıq balaca dedi. "De görüm sən nə vaxtdan belə və alim filosof olmusan, xəbərimiz yoxdur," ki bizim balaca balıq dedi. "Hər gün təkrar olunan can sıxıcı gəzintilərdən cana doymuşam. Belə yorucu həyatı davam etdirmək istəmirəm. İstəmirəm ki, bir də gözümü açanda görüm sizin kimi qocalmışam. Özü də göz qulaqları bağlı balıqlar kimi qalmışam." Bu bir sətiraltı mənadır. Gözü qulaqları bağlı bir balıq kimidir qalmışam. Qonşu balıq vay dedi. "Gör bu nələr danışır." Ana balıq dilləndi. "Heç düşünməmişdim ki, bircə uşağım ola, o da belə çıxa. Bilmirəm balamın qulağını kim doldurub." Balaca balıq dedi. "Heç kim mənim qulağımı doldurmayıb. Anlamaq üçün mənim özümün ağlım, görmək üçün də gözüm var. Yəni mənə başqasının fikri lazım deyil." Qonşu balıq balaca balığın anasına dedi. "Bacı, o pıç-pıç danışan ilbiz yadındadırmı?" Deməli ilbizin mövzusunu açan kimdir? Qonşu balıq. "Yaxşı yadımdadır. Yaxşı yadıma saldın, unutmamışam. Tez-tez uşağımın yanına gələrdi, görüm onu görbagör olsun." Bunu deyən kimdir? Balaca qara balığın anasıdır. Balaca balıq dedi, "Bəsdir ana, o mənim dostum idi." Balıqla ilbizin dostluğunu eşitməmişdik. Bunu da eşitdik. Bunu deyən balığın anasıdır. Balaca balıq. "Mən də balıqlarla ilbizin düşmənçiliyini eşitməmişdim."
Ancaq siz o biçarənin başını yediniz dedi. Biçarənin. Aha, qonşu dilləndi. Bu keçmişin söhbətidir. Keçmişi siz özünüz yada saldınız. Aha. Anası dedi. Elə ölməli idi. Məgər oturub durub danışdıqları yadından çıxıb, onda məni də öldürün. Çünki mən də onun dediklərini neynirəm, deyirəm. Aha. Belə çıxır ki, onda belə bir nəticəyə gəlirik ki, həmin o il biz məhz elə balaca qara balıq kimi fikirləşibdi. Yəni balaca qara balıq da məsələ onun yolunu davam etdirir. Aha. Balaca qara balıq. Axır ki, nə başınızı ağrıdım, səs-küyün sədası başqa balıqlara da ora çəkib gətirdi. Balaca balığın sözləri hamısını əsəbləşdirmişdi. Qoca balıqlar bir-bir söhbətə qarışıb balaca balığı balaca balığa acıqlandılar. Aha, acıqlandılar. PDF biraz qəribədir. Balıqlar yerbəyerdən çığırdılar. Başqa dünya yoxdur. Dünya elə gördüyüm bu dünyadan ibarətdir. Qayıt. Bunu kim? Başqa balıqlar deyir ki, bəs başqa dünya yoxdur. Dünya elə gördüyüm bu dünyadan ibarətdir. Qayıt. Ana balıq doluxsunaraq dilləndi. Mənə rəhmin gəlsin bala, getmə, getmə. Balaca balıq onları dediklərinə etina etmədən uzaqlaşdı. O dostlarından ayrılarkən dedi: "Görüşənə qədər dostlar, məni unutmayın." Dostları, heç unudarıqmı? Sən bizi qəflət yuxusundan oyatdın. Bizə elə şeylər öyrətdin, yuxumuza da girməzdi. Görüşənə qədər ağıllı və cəsur dost. Deməli, buradan belə nəticəyə gəlirik ki, onun dostları da belə deyək, onu dəstəkləyirlər, amma təbii ki, balaca qara balıq qədər cəsarətli deyirlər ki, onun arxasıca düşüb getsinlər. Aha. Balaca balıq aşağı sürüşüb suyu arxa nisbətən çoxalan gölməçəyə düşdü. Yəni arxda idi, gəlir hara gölməçəyə. Əvvəlcə özünü itirdi, sonra üzməyə və gölməçədə dolanmağa başladı. Balaca balıq bu vaxta qədər bu qədər suyun bir yerdə yığıldığını görməmişdi. Suda minlərlə çömçə quyruq gəzişirdi. Balaca balığı görən kimi onu məsxərəyə qoydular. Bir bunun təhər-tühərinə bax, sən nə məxluqsan? Balaca balıq ani olaraq fikirləşib, xahiş edirəm, təhqir eləməyin dedi. Mənim adım balaca qara balıqdır. Siz də adınızı deyin, tanış olaq. Biz bir-birimizi çömçə quyruq deyə çağırırıq. Balaca balıq soruşdu. Siz ki, gölməçədən qırağa çıxa bilmirsiniz, dünyanı gəzib dolanmaqdan necə dəm vura bilərsiniz? Çömçə quyruqlar təəccübləndilər. Məgər gölməçədən başqa da özgə dünya var? Bəs necə? Özünüz fikirləşin, görün, yaşadığınız su hardan axıb gəlir və sudan kənarda nələr var? Sudan qıraqda da yer olar. Biz indiyə qədər sudan başqa heç yerə görməmişik. Ha. Sən dəli olubsan, nədir? Balaca qara balığı da gülməyə tutdu. Fikirləşdi ki, çömçə quyruqları başa salmadan çıxıb getsin. Sonra belə qərara gəldi ki, onların anaları ilə də bir-iki kəlmə danışsın. Ananız hardadır? Bu zaman qurbağanın gür səsi onu diksindirdi. Qurbağa gölməçənin qırağında iri daşın üstündə oturmuşdu. Suya baş vurdu, gəlib balığın qarşısında dayandı. Mən buradayam dedi, qulluq. Möhtərəm xanım, salam. Deməli, qurbağaya necə belə deyək, ithaf eləyir, necə müraciət eləyir? Möhtərəm xanım. Ey əsil nəcabətsiz vücud. Nə əllaməli edirsən? Deməli, qurbağa balaca qara balığı nə adlandırır? Əsil nəcabətsiz vücud adlandırır. Bunları uşaq görə baxmaq danışırsan, bir belə ömür eləmişəm, görmüşəm ki, dünya elə bu gölməçədən ibarətdir. Yaxşı olar ki, işinin dalınca gedəsən, mənim uşaqlarımı yoldan çıxarmayasan. 100 ildə ömür eləsən, yenə geri qalmış nadan qurbağa kimi qalacaqsan. Bunu kim deyir? Balaca qara balıq deyir. Qurbağa hirsləndi və balaca qara balığın üstünə cumdu. Baxın, burada hətta biz onun cəsarətli olduğunu da görürük. Nədir? Balığın cəsarətli olduğunu görürük ki, deyir 100 ildə ömür eləsən, yenə geri qalmış, nadan qurbağa kimi qalacaqsan. Qurbağa hirsləndi və balaca qara balığın üstünə cumdu. O zaman gölməçənin dibi bir-birinə qarışdı. Balaca balıq aldığı tək andan
aldığı təkandan dığırlandı, özünü dərədən axan enli arxda gördü. Dərənin bir yerində dağdan qopub düşmüş böyük bir daş suyu iki yerə bölürdü. İri bir kərtənkələ də qarnının daşa söykəmişdi. Günəşin hərarətindən ləzzət alır, suyun təkində ovladığı qurbağanı yeyən iri yumru xərçəngə tamaşa edirdi. Deməli biz burada bir kərtənkələ görürük, bir də nə görürük? Xərçəng görürük. Elə bu an oradan keçmək istəyən balaca qara balığın gözləri xərçəngə sataşdı. O bərk qorxdu və uzaqdan xərçəngə salam verdi. Baxın, uzaqdan, yanına gəlmir ha, uzaqdan salam verir. Xərçəng balaca balığı görüncə, nə ədəbli balıqsan dedi. Gəl qabağa, balaca qabağa gəl. Bir növ ona şirinlik eləyir ki, neynəsin, balığı yaxına gəlsin və də onu yesin. Mən dünyanı gəzməyə gedirəm deyə balaca balıq xərçəngə cavab verdi. Cənabınızın yeməyinə çevrilmək istəmirəm. Aha, gör nə deyir. Buradan da baxırıq ki, ağıllıdır. Balaca balıq xərçəngdən aralandı. Bu zaman suyun üzərində kölgə düşdü. Gözlənilməz zərbədən xərçəng səndələyə-səndələyə suyun dibinə batdı. Xərçəngin bu halını görən kərtənkələni elə gülmək tutdu ki, az qaldı sürüşüb suya düşsün. Xərçəng isə artıq suyun üzünə çıxa bilmədi. Balaca balıq gördü ki, suyun kənarında balaca bir çoban dayanıb ona və xərçəngə tamaşa edir. Aha, deməli buradan belə çıxır ki, çoban xərçəngi neyib öldürüb. Qoyun keçi sürüsü də suya yaxınlaşdı. Balaca balıq su içib qurtarana qədər gözlədi. Buradan belə nəticəyə gəlirik ki, xərçəngi kim öldürdü? Çoban. Nəyə görə öldürür? Qoyun quzular gəlib oradan su içəcəkdi və belə deyək də bir növ qoyun quzuya zərər yetirməsin deyənə xərçəng çoban onu öldürür. Və balaca balıq deyir, sürü su içib qurtarana qədər gözlədi. Sürü gedəndən sonra kərtənkələni səsləyib, kərtənkələcan dedi. Mən arxın qurtaracağını axtarmağa gedən balaca qara balığam. Aha, buradan görürük ki, sürü gedəndən sonra, yəni gözləyir ki, sürü suyu içib qurtarır və gedir. Ondan sonra kərtənkələni səsləyir və deyir ki, mən arxın qurtaracağını axtarmağa gedən balaca qara balığam. Sən bilikli, zəkalı heyvansan. Buna görə də səndən bəzi şeylər soruşmaq istəyirəm. Xətrin nə istəyir? Soruş. Yolda məni nərə balıqla, saqqa quşu ilə, balıqdan quşla çox qorxudublar. Deməli, hansılarla? Nərə balıq, saqqa quşu, bir də balıqdanla. Nərə balıq, saqqa quşu və balıqdan. Bunlar haqda bir şey bilirsənsə mənə de. Kərtənkələ dedi. Nərə balıqlar və balıqdanlar bu tərəfdə tapılmazlar. Yəni nərə balıq və balıqdanlar burada tapılmazlar. Xüsusilə nərə balıqlar, çünki onlar dənizdə yaşayırlar. Amma saqqa quşuna elə bu həndəvərdə də rast gəlmək olar. Deməli, saqqa quşuna amma deyir, rast gəlmək olar. Ya bu saqqa quşun fərqli rəng eləyək ki, yəni burada buna rast gəlmək olarmış. Aha. Daha sonra nə badə aldanıb onun kisəsinə girəsən. Kisə nədir? Balaca balıq onun sözünü kəsib soruşdu. Saqqa quşunun boğazının altında xeyli su tutan, suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Aha, nə deyir? Deyir, saqqa quşunun boğazının altında xeyli su tutan kisəsinə girib birbaşa qarnına gedirlər. Kisə var deyir. PDF qarışıb. Bax, deyir ki, saqqa quşunun boğazının altında xeyli su tutan kisə var. Suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Bəzən təcrübəsiz xam balıqlar deyir, həmin onun qarnına gedirlər. Deməli, onun qarnına gedəndən sonra xilas olmaq üçün çarə yoxdur. Yoxdur, kisəni parçalamaqdan başqa heç bir yol yoxdur. Sənə bir xəncəri verərəm, saqqa quşunun çənginə düşsən, dediyim kimi edərsən. Kərtənkələ qayada yarğa sürünüb xəncərlə qayıtdı. Balaca qara balıq xəncəri alıb dedi. Kərtənkələ, sən çox mehribansan. Bilmirəm sənə necə təşəkkür eləyim. Canım, təşəkkür nəyə lazımdır? Mənim belə xəncərim çoxdur. Bax, mənim belə xəncərim çoxdur. Sənin kimi ağıllı balıqlara bağışlayıram. Məgər məndən qabaq da buradan keçən olub? Çoxları keçib. İndi onlar özləri üçün böyük dəstə düzəldiblər. Burada yenə bir sətir altı məna var. Yəni bura gələn bu balaca qara balıq ilk deyildi. Yəni bundan öncə də hansı ki bu xəncərdən istifadə edən, öz azadlıq belə deyək, yolunu axtaran kəslər olubdu.
Və bura gələn bu balaca qara balıq ilk deyil. Kərtənkələ bunlara deyib qulağını daşdakı yarığa dayadı. "Di sağ ol" dedi. "Balalarım yuxudan ayıldığı üçün getməliyəm." Deməli, buradan baxırıq ki, onun balaları da var imiş. Kərtənkələ yarığa girdi, balaca balıq çarəsiz qalıb yola düşdü. Hey öz-özünə suallar verirdi. Doğrudanmı Axdənizə tökülür? Saqqa quşunun gücü gərək elə mənə çatsın. Balıqodan quşun bizimlə nə düşmənçiliyi var? Balaca balıq üzə-üzə gedir və fikirləşirdi. Yol boyu təzə şeylər görür, öyrənirdi. Şəlalənin başı üstə axmağından həzz alır, yenidən üzürdü. Kürəyində günəşin hərarətini hiss edir və möhkəmlənirdi. O elə bir yerə gəlib çatdı ki, burada dərə enlənir, su isə kolluqların arasından axıb gedirdi. Balaca balıq suyun çoxalmasından ləzzət alırdı. Xeyli gedəndən sonra çoxlu balığa rast gəldi. Anasından ayrıldığı gündən balıq görməmişdi. Deməli, anasından ayrıldığı gündən balıq görməmişdi. Bir neçə rizə balığı onu dövrəyə aldı. Kiçik bir balıq ondan soruşdu. "Deyəsən qəribsən." Balaca qara balıq dedi. "Hə, qəribəm. Uzaqdan, çox uzaqlardan gəlirəm. Hara getmək istəyirsən?" Balaca qara balıq dedi. "Arxın sonunu tapmağa gedirəm." Kiçik balıqlar dedi ki, "Bu arx deyil. Onlar buna çay deyirlər." Deməli, gəlib çaya çatıb. Balıqların arasında səs yayıldı ki, balaca qara balıq uzaqlardan gəlib və çayın qurtaracağını tapmaq istəyir. Balıqodan saqqa quşundan da qorxmur. Hətta saqqa quşundan da qorxmur. Böyük rezə balıqlarından bir neçəsi balaca qara balığa qoşulub getmək istədi. Baxın, getmirlər ha, hələ getmək istəyirlər. Lakin deyir, hətta deyir bir neçəsi balaca qara balığa dedi. "Saqqa quşu olmasaydı biz də səninlə gedərdik." Balaca qara balıq dedi. "Siz çox fikirləşirsiniz. Gecə-gündüz oturub sadəcə fikirləşmək doğru deyil. Yola düşdükdən sonra qorxu hissiniz yox olacaq." Yola düşmək istəyirdilər ki, dövrələrindəki su yuxarı qalxdı və başlarının üstünə qara örtük çəkildi. Hər yer qaranlıqlaşdı. Qaçmağa imkan qalmadı. Deməli, yola düşməyiblər hələ. Sadəcə yola düşmək istəyirdilər. İstəyirdilər ki, deyir, yola düşsünlər və bir qaraltı göründü. Balaca qara balıq o saat başa düşdü ki, saqqa quşunun kisəsinə düşüblər. Saqqa quşunun. Deməli, birinci bunlar saqqa quşunun kisəsinə, bu nə idi yazdım? Saqqa quşunun kisəsinə düşürlər. Balaca qara balıq dedi, "Dostlar, biz saqqa quşunun kisəsinə düşdük. Lakin xilas yolu var." Rizə balıqlar ağlayıb azar etməyə başladılar. "Artıq bizim qaçmağa yolumuz yoxdur. Təqsir səndədir. Bizi yoldan çıxartdın." Deməli, rizə balıqları o dəqiqə başlayırlar balaca qara balığı günahlandırmağa. Balıqlardan biri dedi, "İndi balıqodan quş bizim hamımızı udacaq. Yazıq olduq, işimiz bitdi." Birdən qorxunc qəhqəhə səsi eşidildi. Bu saqqa quşu idi. Gülür, öz-özünə deyirdi. Rizə balıqlar necə də girmək keçib. Nə qədər dadlıca balıqlardır bunlar. Ha, sizin halınıza yanıram. Heç ürəyim gəlmir sizi qırt eləyib udum. Rizə balıqlar yalvarmağa başladılar. "Saqqa quşu, biz sizin tərifinizi çoxdan eşitmişik." Başlayırlar ona şirinlik eləməyə. "Əgər lütf edib mübarək dimdiyinizi birazcıq aralasaydınız, biz buradan xilas olub ömrümüzün sonuna qədər də sizə dua edərdik." Saqqa quşu dedi, "Mən sizi hələ udmayacağam. Hələ qarnım toxdur. Qarnıma baxsanız görərsiniz. Sizi birazdan yeyəcəyəm." Rizə balıqlar balıqodanın məqsədinə baxıb bir neçə balıqodanın mədəsinə baxıb, yəni saqqa quşunun bir neçə eləmiş rizə balığı gördülər. Qorxudan zağ-zağ titrəyərək dedilər, "Saqqa quşu, bizim günahımız yoxdur. Bizi yoldan çıxaran bu balaca qara balıq oldu." Balaca qara balıq dedi, "Qorxaqlar, elə bilirsiniz bu qədər balıqodan sizin bu acizanə yalvarışlarınıza rəhm edəcək?" Saqqa quşu dedi, "Azadlığınızı bu boşboğaz balığı öldürməklə də əldə edə bilərsiniz." Balaca qara balıq bir qədər kənara çəkilib rizə balıqlara dedi, "İnanmayın, bu hiləgər bizi öz əlimizlə öldürmək istəyir. Mənim başqa fikrim var." Ancaq rizə balıqlar azadlığa çıxmaq istəyi ilə balaca qara balığı dinləmədən ona hücum etmək istədilər. Balaca qara balıq yavaş-yavaş arxaya çəkilib, "Qorxaqlar" dedi. "Hər halda siz əsir düşmüsünüz, qurtuluş yoxdur."
Qurtuluş yolunuz yoxdur. Mənə də gücünüz çatmaz. Biz azadlığa çıxmaq istəyirik. Ona görə də səni öldürməliyik. Bunu rizə balıqlar deyir. Ağlınızı başınıza yığın. Siz məni öldürsəniz də yenə də qaçmaq üçün yol tapa bilməyəcəksiniz. Hiləgər quşa inanmayın. Rizə balıqlar dedilər, sən bu sözləri canını qurtarmaq üçün söyləyirsən. Sən bizim həyatımızı düşünmürsən. Balaca qara balıq dedi, diqqətlə qulaq asın. Mən saqqa quşunun qarnındakı ölü balıqların içində özümü ölmüşlüyə vuracağam. Ondan sonra baxaq görə balıqdan sizi azad edəcəkmi? Əgər mənim sözlərimi dinləməsəniz, bu xəncərlə hamınızı öldürəcəyəm. Sonra quşun qarnını söküb gedəcəyəm. Bir növ onları hədəliyir də. Balaca qara balıq xəncərini çıxarıb onların gözləri önündə tutdu. Rizə balıqlar çarəsiz qalaraq, yəni qorxudan balaca qara balığın təklifini qəbul etdilər. Yalandan bir-biri ilə dalaşmağa başladılar. Balaca qara balıq özünü ölülüyə vurub uzandı yuxarı və onlar da dedi yuxarı qalxdılar. Saqqa quşu dedilər. Fuzul balaca qara balığı öldürdük. Saqqa quşu gülərək dedi. Çox yaxşı iş gördünüz. Gördüyünüz bu işin əvəzinə sizi hamınızı diri-diri udacam. Rizə balıqlar göz açmamış saqqa quşu onları uddu. Balaca qara balıq cəld xəncəri çəkib möhkəm zərbə ilə quşun kisəsini yırtdı və deşikdən çıxıb qaçdı. Deməli, saqqa quşu aldığı zərbənin ağrısından fəryad qopartdı. Başını suya salıb balaca qara balığı yenidən tutmaq istədi, ancaq gücü çatmadı. Suya bataraq öldü. Deməli, burada saqqa quşunun ölmüş, artıq balaca qara balıq onu öldürür. Günorta idi, artıq nə dağ görünürdü, nə də dərə. Çay axıb geniş bir düzənlikdən keçirdi. Balaca qara balıq suyun çoxluğundan heyrətlənir, ləzzət alırdı. Birdən ayılıb gördü ki, suyun dibi görünmür. Nə qədər çabaladısa, suyun dibini görə bilmədi. Burnunda mirvari dişləri olan uzun bir heyvanın ildırım sürəti ilə ona hücum etdiyini gördü. Tez suyun üzünə qalxdı. Biraz sonra yenidən dənizin dibini görmək üçün suyun dərinliyinə daldı. Yolun yarısında minlərlə balıq sürüsünə rast gəldi. Onların birindən soruşdu. Qardaş, qəribəm, uzaqlardan gəlirəm. Bura haradır? Balıq dedi. Bütün çaylar və arxlar bura tökülür. Başqa bir balıq isə dedi. Nə zaman istəsən bizim dəstəmizə qoşula bilərsən. Dənizə çatdığı üçün sevinən balaca qara balıq dedi. İzin versəniz dənizi seyr edib sonra sizə qoşularam. Balıqlardan biri dedi, get gəz, ancaq dənizin üzünə çıxanda balıqudandan özünü gözlə. Nədən? Balıqudandan. Bunu da işarələyək. Deməli, ikinci növbədə gəlir balıqudanın yanına. Onun heç nədən qorxusu yoxdur. Hər gün 4-5 balıq yeyir. Balaca qara balıq sürüsündən ayrılıb üzməyə başladı. Az sonra dənizin üzünə çıxdı. Günəşli bir gün idi. Balaca qara balıq günəşin hərarətini belində hiss edərək ləzzət alırdı. Böyük bir sevinc içində ətrafı seyr edir və fikirləşirdi. Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardıqca çox yaşamalı, ölümdən qaçmalıyam. Bir növ həyatı ilə də barışıq bir balıqdır. Əlbəttə, ölümlə də qarşılaşa bilərəm. Əsas odur ki, mənim həyatım və ya ölümün başqalarının həyatına necə təsir göstərəcək. Balaca qara balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Balıqdan gəlib uzun dimdikləri ilə onu yaxaladı. O nə qədər çabalasa da dimdik xilas ola bilmədi. Balıqdan onun belini yekə dimdikləri ilə sıxırdı ki, az qala canı çıxacaqdı. Balaca qara balıq fikirləşdi ki, balıqdan onu tez utsa, mədəsindəki rütubət üzündən bir az diri qala bilər. Buna görə balıqdana dedi, niyə məni diri-diri udmursan? Mən o balıqlardanam ki, öldükdən sonra bədənləri zəhərə dönür. Burada da görürük ki, balaca qara balıq hiləgərlik eləyir, yəni yaxşı mənada. Balıqdan heç nə deməyib fikrə getdi, öz-özünə dedi. Hoqqabaz, istəyirsən məni söhbətə tutub, ağzımdan çıxıb qaçasan? Sahil uzaqdan görünür və Naqqa sahilə tərəf gedirdi. Balaca qara balıq fikirləşdi ki, sahilə çatanda onun işi bitəcək. Bu arada Naqqa balıqdandır. Balıqdan dedi, bilirəm, məni balalarına yedirtmək üçün aparırsan.
balığudana dedi, daha doğrusu. Balaca qara balıq balığudana dedi ki, bilirəm məni balalarına yedirtmək üçün aparırsan, ancaq mən sahilə çıxdıqdan sonra öləcəyəm. Bədənim başdan ayağa zəhər olacaq. Balalarına yazığın gəlmir. Balığudan düşündü. Ehtiyatlı olmaq yaxşı şeydir. Bax, bu fikir testlərə də düşür. Bunu deyən kimdir? Balığudan. Bunu özüm yeyərəm, balalarıma başqa balıq ovlaram. Ancaq baxım görüm məni aldatmır ki. Balığudan balaca qara balığın tərpənmədiyini görüb öz-özünə dedi. Doğrudanmı öldü? Vay vay, artıq özüm də yeyə bilməyəcəyəm. Bu qədər dadlı balığı nahaq əldən çıxardım. O bir daha əmin olmaq üçün balaca qara balığa səslənmək istədi. Hey, kiçik balıq, birazcıq canın varmı, səni yeyim, yoxsa ölmüsən? Ancaq sözünü bitirə bilmədi, ağzı açılar-açılmaz balaca qara balıq özünü dənizə atdı. Balığıdan gördü ki, balaca qara balıq onu aldadıb. Onun arxasınca düşüb təqib etməyə başladı. Balaca qara balıq özünü qurtulmuş sanırdı, ancaq balığıdan ildırım sürəti ilə onun arxasınca suya baş vurdu, amma aman verməyib balığı yenidən uddu. Bu elə sürətlə baş verdi ki, balaca qara balıq bir xeyli vaxt başına nə gəldiyini hiss etmədi. Bircə onu hiss etdi ki, hər yeri rütubətlidir və qaranlıqdır. Elə ki, gözləri qaranlığa alışdı, bir küncə sıxılıb ağlayan anasını çağıran bir rizə balığı gördü. Deməli, balığudanın qarnında bir rizə balığı görür. Yaxınlaşıb ona nəsihət verdi. Mən balığudanı öldürüb bütün balıqları təhlükədən qurtarmaq istəyirəm. Ancaq mənim işlərimə qarışmamaq, əl-ayağa dolaşmamaq üçün əvvəlcə səni buradan xilas etməliyəm. Sən özün ölüm ayağındasan, balığudanı necə öldürəcəksən? Bunu rizə balıq deyir. Balaca qara balıq xəncəri göstərib dedi. Bu xəncərlə onun qarnını cıracağam. İndi diqqətlə məni dinlə. Mən balığudanın qarnında o tərəf bu tərəfə hərəkət edəcəyəm. Bu zaman o məni məsxərəyə qoyub gülməyə başlayacaq. Dimdiklərini aralayıb gülməyə başlayanda cəld özünü bayıra at. Bəs sən mənim fikrimi çəkmə. Bu qəddarı öldürməmiş buradan çıxmayacağam. Balaca qara balıq bu sözləri dedikdən sonra naqqanın qarnında o tərəf bu tərəfə var-gəl etməyə başladı. Balığıdan dimdiklərini aralayıb gülməyə başladı. Rizə balıq özünü bayıra atdı və dənizə düşdü. Çox gözlədi, xilaskarına xəbər çıxmadı. Deməli, balaca qara balıqdan xəbər çıxmır. Bir də gördü ki, balığıdan göydə mayallaq vurub fəryad qoparır. Nəhayət o şappıltı ilə suya düşdü. Bir qədər çabalayandan sonra canı çıxdı. Ancaq balaca qara balıqdan yenə də xəbər çıxmadı və indiyə qədər də bir səs soraq yoxdur. Burada qoca balıq nağılını bitirdi. Üzünü 11999 nəvəsinə, nəticəsinə tutub dedi. Baxın, 11999, bayaq 12000 idi. Daha yatmaq vaxtıdır, balalarım. Gedin, yatın. Nəvə nəticələri ondan soruşdular. Nənəcan, axı sən balaca qara balığın başına sonra nə gəldiyini demədin? Övladlarım, o daha qalsın gələn gecəyə. İndi isə gedib yatın. Gecəniz xeyrə qalsın. 11999 kiçik balıq bir ağızdan sənin də gecən xeyrə qalsın nənə deyib yatmağa getdi. Nənəni də yuxu apardı. Balaca qızıl balıq isə nə qədər çalışdısa yata bilmədi. Sübhə qədər dəniz barədə fikirləşdi. Gözəl bir əsərdir, möhtəşəm bir əsərdir. İndi isə əsərin təhlilinə baxacağıq. Balaca qara balıq əsəri epik növdədir. Hekayə janrındadır. Əsər təhkiyəyə əsaslanır və vahid sujet xətti var. İran ədəbiyyatında özünə məxsus yeri olan bu əsərin dövrün gedişatını özündə əks etdirir. Əsər siyasi fikirlərə, zülmə qarşı mübarizəyə səsləyiş görə vaxtı ilə həm İranda, həm də Türkiyədə qadağan olunub. Balaca qara balıq əsəri 1967-ci ildə yazılmışdı. İlk dəfə 1968-ci ildə İranda fars dilində nəşr olunmuşdur. 1974-cü ildə isə mükafata layiq görülmüşdür. Səməd Behrənginin Balaca qara balıq nağılı cəsarət, azadlıq axtarışı və cəmiyyətdəki durğunluğa qarşı mübarizəni əks etdirən allegorik bir əsərdir. Balaca qara balıq dar çərçivəli həyatı arxı rədd edərək təhlükəli olsa da geniş dünyanı, dənizi tanımağa cəhd edir. Bu yolda ətrafındakı köhnəlik və qorxu mühitinə qalib gəlir. Əsər insanları zülmə qarşı mübarizəyə, birlik və cəsarətə səsləyən tərbiyəvi əhəmiyyətə malikdir. Balaca qara balıq anasının və digər qonşuların təhlükəsizlik qayğılarına baxmayaraq həyatın mənası nədir?
Sualına cavab tapmaq üçün səyahətə çıxır. Bu gəncliyin yeniliyə, biliyə və azadlığa olan can atımını simvolizə edir. Əsərdə olan obraz və məkanlar belə müəyyən sətiraltı mənalar ifadə edirlər. Balığın əsas sualı həyat yalnız dar bir arxda yemək və yatmaqdanmı ibarətdir şəklindədir. Bu fikirlər müəyyən qədər Fərdə obrazını xatırladır. Demək olar ki, Fərdə obrazı Azad hekayəsində. Demək olar ki, hər iki əsərdə idarəyə qarşı fikirlər səsləndirilir. Balaca qara balıq azadlığın məhdudlaşdırıldığı qüvvələrə, cəmiyyətə və onların geriliyi ilə bağlı olan düşüncələrinə qarşı çıxan yenilik tərəfdarı olan obrazdır. Ana balıq qurbağa, dəyişikliklərdən qorxan, mövcud vəziyyətlə barışan kütləni təmsil edirlər, mühafizəkar cəmiyyəti təmsil edirlər. Arx, dar düşüncəli, inkişaf etməyən cəmiyyətdir. Dəniz, azad, geniş və əsil həyat. Saqqa balığıdan ədavət salan, inkişafa mane olan zülmkar qüvvələrdir. Kərtənkələ yol göstərən, mübarizədə ağıllı və məsləhətlər verən müdrik köməkçi obrazdır. Rizə balıqları qaydalara uyan, yeniliklə bağlı fikirlərinə rəğmən ilk maneədə yolundan dönən, qorxan kütləni təmsil edir. Balaca qara balıq əsərdə arxda yaşayan digər balıqlar durğunluğu və qorxunu təmsil edir. Balaca qara balıq isə bu qəflət yuxusundan oyadıcı, mübariz gənc obrazıdır. O, artıq olanlarla barışmaq istəmir, məhdud həyatdan çıxmaq istəyir və şəxsi fikirlərini gizli qarşısına çıxanlara bildirir. Əsərdə qəflət yuxusundan oyanan tək canlı balaca balıq deyildi, baxın. Onunla həmfikir olanlar da var idi. İlbiz, balığın dostlarını da deyə bilərik. İlbiz və balığın dostları. Bunu işarələyək. Balıq çox çətinliklərlə qarşılaşsa da, məqsədinə çatır və özündən sonra gələcək nəsil üçün cəsarət nümunəsi olur. Çillə qış aylarının bir hissəsini təşkil edir. Baş verən hadisələri qoca balıq 12.000 nəvə və nəticələrinə danışır. Neçə? 12.000. Balaca balıq anasına öz fikirlərini deyəndə artıq dar, arxda boş-boş gəzməkdən bezdiyini söylüyor. Qonşu balığı heç kəs çağırmır, səs gəlir, səsə gələn tək o olmur. Daha sonra demək qonşu balığı heç kəs çağırmır. Yəni öz-özünə gəlir, səsə gəlir. Həmçinin digər balıqlar da. İlbizi onunla bağlı hadisəni ilk xatırladan qonşu balıq olur. İlbizin ölümündə ana balıq və onun kimlərin rolu olubdu. Balaca balıq da İlbiz ilə eyni düşüncədə olur. Balaca balığın qarşılaşdığı canlılar arxdan sonra göldə balalar və qurbağa, xərçəng, çoban və qoyun quzular, kərtənkələ, çay, rizə balıqları, saqqa quşu, dəniz balıq sürüsü balığıdan qarşılayır. Deməli, bir daha təkrarlayıram bunu. Balaca balığın qarşılaşdığı canlılar arxdan sonra kimlər olur? Deməli, birinci növbədə göldə balaları, yəni çömçə quyruqlar, sonra qurbağa, sonra xərçəng, sonra çoban, sonra qoyun quzular, kərtənkələ, sonra çayda rizə balıqları, saqqa quşu və dənizdə isə balıq sürüsü və balığıdan, ən sonda balığıdan. Balaca balıq anasından ayrılandan sonra ilk dəfə gördüyü balıq rizə balıqları idi. Kərtənkələ tək balaca balığa yardım etməyib. Bundan əvvəlki balıqlara da yardım edib. Balaca balıq həm saqqa quşuna, həm də balığıdana hilə ilə yanaşır. Həm saqqa quşuna, həm də balığıdana hilə ilə yanaşır. Orada yalandan bir-iki fikir deyir ki, xilas olsun. Əsərdə balığın dostlarının da nitqinə yer verilib və özləri artıq qəflətdən ayıldıqlarını qeyd edirlər. Balasını düşünən ana obrazlarına ana balığı, qurbağanı və balığıdanı da demək olar. Ana balıq, qurbağa öz çömçə quyruqlarını fikirləşirdi, balığıdan da öz balasını fikirləşirdi ki, birdən apararam zəhərlənər. Çoban obrazı balığı, balıq da onu izləmiş olur. Rizə balıqları azadlıq fikrinə düşsələr belə böyüklərindən qorxurlar. Balaca qara balığa qarşı balığa qarşılayacağı təhlükəni ilk dəfə kərtənkələ danışır. Belə, bu qədər. Ümidvaram ki, video xoşunuza gəldi. Əgər bu tip videoların gəlməyini istəyirsinizsə, kanala abunə olub, şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın.